Bugün Kəbir kəndindəyik. Şəhid Quliyev Kərbəlayı Nurun il dönümüdür. 5-ci ildir ora gəlmişik, 10-cu ana gəlmişik ananın yanına. Bugün bizim için bir qürurluq ki, belə anaların yanında olmaq, belə anaların yanında hər zaman olmaq mənim üçün bir fəxridir. Bugün bu ocaqda 2 qardaş ikisi də şəhiddir. Bu acıdır, düzdür ana üçün. Neyləmək var? Allah bala rəhmət etsin ana verin. Ruh şad olsun. Allah hər birinin səbir versin. Bugün sizin kimi gözəl anaların sayəsində biz bir yerə gəlmişik, bir sahədə olmuşuq. Sizin varlığınız için bizi belə cəm eləyən. Allah sizlərə dəyməsin. Allah sizin kimi analar hər zaman qorusun. Allah hər birinizin balaca rəhmət etsin deyirəm. Bugün Elnur qardaşımın timsalında bütün şəhidlərə, sizin balanıza Allah rəhmət etsin deyirəm. Ruh şad olsun deyirəm. Allah köməyiniz olsun. Allah cəmi şəhidlərimizin məkanı cənnət eləsin. Allah şəhid analarımızın hamısına səbir versin. Gözü yolda qalan, ata sözünə həsrət qalan körpələrinə də atalarının torpağını say qədər ömür versin. Analarına kömək dursun, balaların yekəsinlər. Bugün nə qədər şəhid analarımız var ki, onların içkinlərimiz var ki, analarının gözləri yoldadır. Allah Taala içkindən qapısını açsın. Şəhid gəlsin. Dedizsə, Allah Taala onların qapılarını açsın. Hər bir ananın gözü yoldan yığılsın. Allah hər bir anaya heç vaxt bala dağı, ocaq göstərməsin. Anaların hansı sözü varsa dərdə danışın. Çok.